Cruises.azın değerli dostları, müşterileri MSC Grandiosa gəmisindəyik və gəminin arxasında belə bir çox gözəl bir akvapark var. Hansı ki uşaqlar üçün ayrı bir məkan, böyüklər üçün belə bir su sürüşkənləri və uşaqların daha əyləncəli vaxt geçirməyi üçün yarım metr dərinliyi var və bu şəkildə çox gözəl incələ biləcəkləri və əylənə biləcəkləri bir şərait var. MSC Grandiosa gəmisi və gəminin ən arxa bölümü bu şəkil qanadlarla gələ bilən uşaqlar, böyüklər və bunlar da pulsuzdur. Aşağıdan bu hissədən götürürsünüz. Bak, görürsünüz balaca bir uşaq buradan devam edir. Bu şəkildə həm böyüklər, həm uşaqlar gayet qədər əyləncəli vaxt keçirə bilərlər. Əlbəttə havanın isti olduğu vaxt daha yaxşıdır. Hava sərin olduğunda bura bağlanır. Hər bir halda su sürüşkənlərinin başladığı hissədə orada təhlükəsizliklə əlaqədar əməkdaşlar olur və əməkdaşlar diqqət edirlər. Necə ki bütün akvaparklarda növbə ilə getməyə, aşağıda toqquşmamağa, təhlükəli bir hal yaşanmasın deyə. Aha, yaxşı tutarıq. İstanmadı. Bax belə. Gəminin bu ən arxa bölümü idi və akvaparkın hovuzlu uşaqlar üçün olan hissəsi. Və eyni zamanda əgər uşaqlar burada əylənəndə böyüklər də ayrıca biraz daha sakit bir yerdə güneşlənib hovuza girim deyirsə, onda hemen gəminin arxa hissəsində rahat bir şəkildə böyüklərin də ayrıca hovuza girə biləcəkləri bir və dincələ biləcəkləri, güneşlənə biləcəkləri bir hissə. Bir mərtəbə aşağıdır, bir veya iki mərtəbə aşağıdır. Yani rahat bir şekilde burada da böyüklər sakit bir şekilde dincələ bilər. Bax belə, MSC Grandiosa gəmisi və gəminin ən arxa bölümü. Əyləncənin dayanmadığı və yüksək keyfiyyət və kəmiyyətli yeməklərlə təmin olunduğunuz unudulmaz səyahətləri həyata keçirtmək üçün doğru kruizləri seçmək üçün bizə müraciət edin. Bütün gəmilərin demək olar ki, incəliklərini bilirik, hakimik və doğru bir şəkildə sizə ötürürük. Bax belə.